Hansı şərab hansı qədəhdə içilir? Qırmızı şərab geniş qədəh istəyir. Niyə? Çünki qırmızı şərab aroma ilə zəngindir və bu aromanı ortaya çıxartmaq üçün oksigenə ehtiyacı var. Ona görə bəzən də deyirlər ki, qırmızı şərab ağciyərlə doğulub. Qısası, bu qədəhlərdə aromanın dadı və iyi daha güclü hiss olunur. Ağ şərab özünə ən çox hörmət tələb edən şərabdır. Qədəhi də özünə uyğundur. Qırmızı şərab qədəhindən nisbətən balaca olur, formaca yuxarıdan aşağıya doğru meyilli və ya düz şəkildə olur. Çünki bu forma soyuqluğu qoruyur, incə və sakit aromanın dağılmasına imkan vermir. Köpüklü şərab və ya şampan bu fleytaya bənzər qədəhdə içilir. Həm atmosferə uyğun olaraq estetik görünür, həm də qaz itkisini minimala endirir. Və sonuncu, desert şərab qədəhləri. Bu şərablar çox şirin və ya çox ağır olduğuna görə çox cüzi miqdarda içilir. Sanki qədəh də ona uyğun olaraq az içilir. Bəs universal qədəh varmı? Var. Doğru seçilmiş qədəhin yerini verməsə də, olmayan yerdə bu da işinizi görər.